Bismillahirrahmanirrahim. Adəm və Havva yer üzünə indilər. Bununla da çətinliklər, məşəqqətlər, imtahanlar və sıxıntılar başladı. Bir müddət sonra Allah Adəmə aleyhissalam və Havvaya oğlan və qız övladları nəsib etdi. Hamiləlik və çoxalma prosesi başladı. Havvanın hər hamiləliyində Allah-u Teala'nın izni ilə bir cüt, bir oğlan və bir qız doğulurdu. İkinci hamiləlikdə də eyni şəkildə bir cüt oğlan və qız idi. Allah Azza və Cəllə Adəmə 2 oğul nəsib etmişdi. Birinci hamiləlikdə bir oğlan, ikinci hamiləlikdə isə yeni bir oğlan olmuşdu. Onlardan birinin adı Qabil, digərinin isə Habil idi. Adəm Peyğəmbərin aleyhissalam Allahdan aldığı ilahi bir qanun vardı. İlk insanlar. Onlar necə evlənəcəkdilər? Bax, onlar qardaş-bacı idilər. Hər bir oğlan digər hamiləlikdən olan qızla evlənməli idi. O, öz əkiz bacısı ilə evlənə bilməzdi. Və bu, yalnız Adəm Peyğəmbərin aleyhissalam nəsli üçün qoyulan qanun idi. Onlar böyüyüb, evlilik yaşına çatanda Adəm aleyhissalam oğulları Qabil və Habilə evlənməyi tapşırdı. Ey Qabil, ananın digər bətnindən olan Habilin əkizi ilə evlən. Ey Habil, sən isə Qabilin əkizi ilə evlən. Habil Allahın qanununu və atasının əmrini qəbul etdi. Lakin Qabil qəbul etmədi və imtina etdi. O dedi, heç kim mənim əkizimi ala bilməz. Habil ona dedi, amma bu Allahın qanunudur və atamız belə buyurub. Qabil dedi, mən bunu etməyəcəm və sənə də əkizimi verməyəcəyim. Narazılıq xəbəri Adəmə aleyhissalam çatanda o, onlara belə dedi. Allah-u Teala'nın hökmünü bilmək istəyirsinizmi? Hər ikiniz bir qurban təqdim edin. Kimin qurbanını Allah qəbul etsə, onun sözü keçərli olacaq. Habil qoyun otarırdı. Qabil isə əkinçilik edirdi. Yəni biri çoban, digəri isə əkinçi idi. Qabil öz məhsulunun ən pisini götürüb, onu Rəbbinə təqdim etmək üçün dağın üstünə qoydu. Habil isə sürüsünün ən yaxşısını, ən iri qoyunu götürüb, dağın üstünə qoydu ki, onu Allaha təqdim etsin. Onların dövründə Allah tərəfindən qəbul edilən qurbana göydən bir atəş enər və onu yandırardı. Əgər göydən bir od enib qurbanı yandırsa, bu Allahın onu qəbul etdiyi demək idi. Adəm, Havva və digərləri bunu izləyirdilər. Göydən od endi və kimin qurbanını qəbul etdi? O da Habilin qurbanını qəbul etdi. Qabilə gəldikdə isə Allah ondan qəbul etmədi. Adəm dedi, o zaman ey Qabil, Habil sənin əkizin ilə evlənəcək. Lakin Qabil imtina etdi. Qabil qardaşını öldürməklə hədələdi. وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا ولم يتقبل من الآخر قال لأقتلنك قال إنما يتقبل الله من المتقين. Ey Qabil, Allah məndən niyə qəbul etdi, amma səndən etmədi? Çünki Allah yalnız təqvallardan qəbul edir. Təsəvvür edin, yer üzündə ilk dəfə qətl sözü deyilir. Bundan əvvəl heç kim öldürülməmişdi. Öldürmək deyilən bir şey belə yox idi. Onların sayı cəmi 6 nəfər idi. Adəm, Havva, Qabil, Habil və 2 qız. Buna baxmayaraq, İblis Qabilə qardaşını öldürməyi pıçıldadı və onu buna sövq etdi. Habil qardaşına cavab verdi. لَإِنْ بَسَطْتَ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَا بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لِأَقْتُلَكَ. Sən məni öldürmək üçün əl uzatsan belə, mən səni öldürmək üçün əl uzatmayacağam. Bilirsən niyə? إني أخاف الله رب العالمين إني أريد أن تبوء بإثمي وإثمك فتكون من أصحاب النار وذلك جزاء الظالمين. İblis Qabilə pıçıldamağa davam edirdi və bu fikir onun qəlbində və zehnində yer etdi. Bir gün Habil qoyunlara qulluq edib yoruldu və yuxuya getdi. Qabil isə o yatarkən arxadan ona yaxınlaşdı. Şeytan ona necə öldürməyi öyrətdi. O, böyük bir daşı götürüb yatan qardaşının başına vurdu və onun başını əzdi.
Bu insan tərəfindən törədilən ilk qətl idi. Bundan öncə belə bir şey baş verməmişdi. Daha sonra baş verən bütün qətillərin günahından Qabilə də bir pay düşür. O kimi öldürdü? Öz qardaşını öldürdü. فطوعت له نفسه قتل أخيه فقتله فأصبح من الخاسرين. O əyləşdi və qardaşını öldürdüyünə görə peşman oldu. Şeytan insanı günaha sürükləyir, sonra isə insan peşman olur. Hələ ki atası və anası bundan xəbərsiz idi. Yer üzündə sayları çox az idi, amma o yenə də qardaşını öldürdü. Və indi o cəsədlə nə edəcəyini düşünməyə başladı. Onu öldürdüm, indi onunla nə edim? Allah bir qarğa göndərdi və onun yanında bir ölü qarğa vardı. Qarğa torpağı qazmağa başladı. Çünki qarğalar belə edirlər və onu bastırdı. O torpağı qazıb ölünün içinə qoydu və üstünü örtərək bastırdı. فبعث الله غرابا يبحث في الأرض ليريه كيف يواري سوءة أخيه قال يا ويلتى أعجزت أن أكون مثل هذا الغراب فأواري سوءة أخي. Ona hələ də qardaşım deyir. Amma sən onu öldürdün ey Qabil. Sənin atan bir peyğəmbərdir. Yer üzündə sayınız çox azdır. Amma gördünmü iblis vəsvəsəsi onu necə təsir altına aldı? Görürsənmi? Qabil o zaman yer üzündə baş verən ən böyük cinayətə necə sürükləndi? O qardaşını öldürdü, sonra bastırdı və daha sonra etdiyi işi ata-anasına xəbər verdi. Bu yer üzündə törədilən ilk qətl idi. Adəm aleyhissalam və Havva anamız kədərə qərq oldu. Oğullarından biri qatil, digəri isə qurban olmuşdu. Dünya belədir. Allah-u Teala onlara belə xəbərdarlıq etmişdi. İmkan verməyin ki, sizi cənnətdən çıxarsın, yoxsa dünyada məşəqqət çəkərsiniz. Bu məşəqqətin başlanğıcı idi. Bu əziyyətin və çətinliyin başlanğıcı idi. Bu imtahanlar, mübarizə və çətinliklərlə dolu həyatdır. İki oğul, bir qatil, digər qurban. İllər keçdi, Adəm və Havva Məkkədə yaşamağa davam etdilər. Nəhayət, Allah onlara üçüncü bir oğul nəsib etdi. Ona Şit adını verdilər. Bu ad Allahın hədiyyəsi demək idi. Şit böyüdü və Salih, Adəmin çox sevdiyi bir oğul oldu. Adəm tez-tez onunla oturur, ona dərs verir və dini öyrədirdi. Ta ki o salih bir insan olana qədər. Və zalimlər deyirlər ki, Şit peyğəmbərlərdən biri olmuşdur. Bunun ən doğrusunu isə Allah bilir. Adəm Şitə nəsihət edərək, ona dediyi şeyləri Qabilə deməməsini tapşırdı. O dedi, o qardaşını öldürdü. Qorxuram ki, səni də öldürsün. Qorxuram ki, Allahın sənə verdiyi elmə, hidayətə və şərəfə görə sənə həsəd aparsın. Adəm Şit üçün qorxurdu və baş verə biləcək şeylərdən ehtiyat edərək ona qardaşına heç nə deməməyi tapşırdı. Uzun illər yaşadılar və Adəmin nəslinin sayı tədricən artmağa başladı. Nəhayət, Adəmin yaşı 940-a çatdı. Ona kim gəldi? Təbii ki, ölüm mələyi gəldi. Adəm ona baxıb dedi, sən kimsən? Mələk dedi, mən ölüm mələyiyəm. Sənin canını almağa gəlmişəm. Adəm soruşdu, niyə? Mələk dedi, çünki sənin ömrün sona çatıb. Adəm dedi, mənim hələ çox ömrüm qalıb, vaxtım hələ bitməyib. Mələk dedi, xeyr, sən öz ömründən 60 ili oğlun Davda vermisən. Adəm dedim, mən verməmişəm. Adəm verdiyi sözü unutdu, buna görə onun övladları da unutdu. Adəm inkar etdi, buna görə onun nəsli də inkar etdi. Adəm itaətsizlik etdi, onun nəsli də itaətsizlik etdi. Bu, Allah-u Teala'nın bizə Adəmin aleyhissalam xüsusiyyətlərini göstərməsi üçün idi. O kamil olsa da, yenə də insani xüsusiyyətlərə sahib idi. Adəm dedi, xeyr, mənim ömrüm 1000 ildir. Allah ölüm mələyinə vəhy etdi ki, Adəm 1000 il yaşayacaq və Davuda verilən 100 il də Allahın bir neməti olaraq qalacaq. Ölüm mələyi onu tərk etdi və 60 il sonra geri qayıtdı. Hətta Havva dedi, get, bizə gəlmə.
O, ölüm mələyinin Adəmin canını almasını istəmirdi. Adəm ona dedi, qoy gəlsin, mənim vaxtım çatıb. Onun xanımı və övladları onun üçün kədərləndilər. Lakin nə etməli olduqlarını bilmirdilər. Cəbrail gəldi və Şiti atasını necə yumağı, necə kəfənləməyi, necə bastırmağı və onun üçün cənazə namazını qılmağın qaydasını öyrətdi. Sonra Cəbrail ona dedi ki, bu onun sünnəsidir və ondan sonra gələnlər üçün də ölən hər kəsə tətbiq olunacaq bir adətdir. O, belə yuyulmalı, kəfənlənməli, onun üçün namaz qılınmalı və dəfn edilməlidir. İnsanlığın atası, peyğəmbərlərin ilki və Allahın öz əli ilə yaratdığı ilk insan olan Adəm beləcə vəfat etdi. Bu Adəmdir. Allahın salamı olsun ona. Geridə kimlər qaldı? Şit və onun nəslindən olanlar, həmçinin Qabil və onun nəslindən olanlar. İnsanlar bir müddət belə davam etdilər. Adəmdən aleyhissalam sonra insanlar yer üzündə qaldılar. Əvvəlcə az idilər, sonra çoxalmağa başladılar. Onlara Adəmin oğlu Şit rəhbərlik edirdi. O, onları öyrədir və yönəldirdi və insanlar artır, çoxalırdılar. Qabilin və Şitin nəslindən olanlar yer üzünə yayıldılar. Şitin nəslindən olanlar Qabilin nəslindən olanlardan daha salih idilər və onlar fərqli yerlərə yayılırdılar. Onlar illərlə, sonra 10 illiklərlə, ardından yüzlərlə il bu vəziyyətdə qaldılar. Onlardan bəziləri günahlar, haqsızlıqlar edirdi. Xətaları və günahları var idi, lakin hamısı tövhid inancı üzərində qalırdı. İnsanlar nə qədər çoxalsa da, heç kim Allaha şərik qoşmağa cürət etmirdi. Onların arasında günahlar olurdu, xüsusilə Qabilin nəslində. Lakin onlar müşrikliyə yaxınlaşmırdılar. Bu, nə qədər müddət davam etdi? 10 əsr boyunca. Bir əsr 100 il idimi? Ən doğrusunu Allah bilir. 1000 il idimi? Ən doğrusunu yenə Allah bilir. Əsr bizim bugün adlandırdığımız kimi deyildi. İnsanlar 10 əsr boyunca Allaha heç bir şeyi şərik qoşmadan yaşadılar. Şirkdən savayı digər günahlar və azğınlıqlar edirdilər. وَمَا كَانَ النَّاسُ إِلَّا أُمَّةً وَاحِدَةً. Onlar bir ümmət idilər və tövhidə bağlı idilər. Onlar bu hal üzərində 10 əsr qaldılar, ta ki bu hadisə baş verənə qədər. Çünki iblis insanların yalnız zina etməsini, içki içməsini və ya adam öldürməsini istəmir. Bunlar onun üçün heç nədir. Çünki onun əsas istəyi insanların Allaha şərik qoşmasıdır. Çünki müşriklik hər şeyi batil edir və insanları cəhənnəmə aparır. Ta ki 10 əsrdən sonra elə bir zaman gəldi ki, insanlar arasında 5 nəfər salih şəxs qaldı. İnsanlar yığıncaqlarında bu 5 salih şəxsin əməllərindən danışırdılar. Onların namazlarından və ibadətlərindən bəhs edir, onlara heyran qalırdılar. Onlardan birini gördükdə belə Allaha xatırlayırdılar. Sadəcə onları görmək belə bir nəsihət, bir xatırlatma kimi idi. Bir günahkar onları görsə utanar, Allaha tövbə edər, günahından dönər və bağışlanma diləyərdi. Bu, onların sahib olduqları böyük salihlik səbəbilə idi. Onların adları Vəd, Suva, Yağus, Yauq və Nəsr idi. 5 nəfər idilər. Hamısı salih, təqvalı və Allaha ibadətdə sadiq qullar idilər. Onlardan biri vəfat etdikdə insanlar çox kədərlənirdi. Nə edək? Salih insan öldü. Abid şəxs dünyadan getdi. Təqvalı bir aramızdan ayrıldı. Zahid bir insan bizi tərk etdi. Sonra iblis onlara bir insan surətində gəldi. O dedi, gəlin siz bu salih şəxsin ölümünə görə kədərlənərkən mən də sizə bir məsləhət verim. O dedi, nə düşünürsünüz? Bəlkə mən sizə onun heykəlini düzəldim. Onlar dedilər, bunun nə faydası olacaq ki? İblis dedi, heykəli gördükdə Allahı xatırlayacaqsınız. Həmin insanın nəsihətlərini və ibadətini yadınıza salacaqsınız. Beləcə, Allaha ibadət etmiş olacaqsınız. Onlar dedilər, bu yaxşı fikirdir. İblis onlara salih adama bənzəyən bir heykəl gətirdi. Onlar dedilər, bunu hara qoyaq? İblis yaşlı və müdrik bir nəsihətçi kimi onlara dedi, onu məscidə, ibadət yerinə aparıb qoyun. Bu insanlar həqiqətən də onu oraya qoydular. Bu qoyulan ilk heykəl idi. Lakin onlar ona ibadət etmirdilər.
Bir müddət sonra ikinci adam öldü və onlar onun üçün də bir heykəl düzəltdilər. Üçüncü, sonra dördüncü, sonra da beşinci öldü. Onlar ibadət evində 5 heykəl qoydular, lakin heç birinə ibadət etmirdilər. Bu heykəlləri gördükcə Allahı xatırlayırdılar və bunu çox gözəl bir iş hesab edirdilər. Bir nəsil keçdi, sonra onun ardınca başqa bir nəsil gəldi. İkinci nəsil bu heykəllərə hörmət və xüsusi dəyər verməyə başladı. Lakin yenə də onlara ibadət etmirdilər. Lakin bu heykəlləri tədricən müqəddəsləşdirməyə başladılar. Nəsil üstə nəsil keçdi və nəhayət elm yox oldu. Alimlərin hamısı aradan çıxdı. Onların arasında elm zəiflədi və insanlar bu heykəllərdən bərəkət axtarmağa başladılar. Onlarla Allaha təvəssül edib yaxınlaşdıqlarını düşündülər. Adəmin aleyhissalam ölümündən sonra keçən 10 əsrdən bu yana ilk dəfə olaraq həmin dövrdə müşriklik yer üzündə yayılmağa başladı. Ya Allah, nə baş verir? كان الناس أمة واحدة فبعث الله النبيين. Yəni peyğəmbərlər gəlməzdən əvvəl insanlar bir ümmət idi və heç vaxt şirkə bulaşmamışdılar. Doğrudur, günah edirdilər, lakin müşrikliyə cürət etmirdilər. Görürsünüzmü, iblis neçə illər bunun planını qurdu. Fikir verin, insanlar neçə il onun ardınca getdilər. Neçə nəsillər keçdi. Nəsillər boyunca insanlar Allahı xatırlatsın deyə bütlər qoymağa başladılar. İblisin hiləsinə baxın. Nəhayət elə bir gün gəldi ki, onlar bu heykəllərə Allahın yerinə ibadət etməyə başladılar. وَقَالُوا لَا تَذَرُنَّ آلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا وَقَدْ أَضَلُّوا كَثِيرًا. İnsanlıq tarixində ilk dəfə müşriklik yer üzündə yayılmağa başladı. Artıq bu elə bir durum idi ki, yeni bir risalə, yeni bir peyğəmbər gəlməli idi. Ancaq bu durumda təkcə peyğəmbər kifayət etmirdi. Həm nəbi, həm də elçi olmalıydı. Fərqi nədir? Nəbi özündən əvvəlki dini təsdiq edir. Elçi isə yeni bir mesaj, yeni bir şəriət gətirir. Artıq insanlıq yeni bir risaləyə ehtiyac duyurdu. İnsanlığa gələcək ilk elçi kim olacaq? Adəm ilk nəbi idi. Amma indi insanlığa ilk elçi gələcək.